Xəbər verdiyimiz kimi martın 2-sində keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. İmtahanda 23 nəfər maksimum 300 bal toplayıb. Onlardan biri də Seyidova Tovuz Natiq qızıdır. İmtahan nəticələri açıqlananda fizika fənnindən hazırlıqdaydı. Tapşırıqları yazanda dedilər ki, nəticələr açıqlandı. Dərhal telefona baxdım, gördüm ki, hələ də mənə mesaj gəlməyib. Qorxdum, düşündüm ki, görəsən nəticəm ləğv olunmayıb ki. Sonra sinif yoldaşımın telefonunda baxdım ki, 300 bal toplamışam. Gözlərimə inana bilmədim. 300 bal topladığımı atama zəng edərək dedim. O da inana bilmədi, çox sevindi. O, birinci ixtisas qrupu üzrə hazırlaşır və gələcəkdə kompüter mütəxəssisi olmağı hədəfləyir. Etalon cavablarla nəticəmi yoxlayanda bilirdim ki, səhvim yoxdur, amma yenə də insan əmin ola bilmir. Deyirdim, balım az olsa məyus olaram. Ona görə də 300 bal toplaya biləcəyimi ürəyimdə sir kimi saxlayırdım. İstəyim Bakı Ali Neft Məktəbinin kompüter mütəxəssisi ixtisasında təhsil almaqdır. Bundan sonraki hədəfim 700 bal toplayan abituriyentlər arasında adımın olmasıdır. İnanıram ki, 300 bala toplamışamsa 700 də toplayaram. Uğurun sirri çox çalışmaqda deyə Tovuz vurğulayıb. 300 bal toplayan şagirdlərdən biri də Rəhim Fərəczadədir. O bildirib ki, əslində 300 bal gözləmirdim. Özümdən yüksək nəticə gözləyirdim. 300 bal toplamağı çox gözləməsəm də özümə inanırdım. Bu nəticəni görəndə də məni çox sevindirdi. İmtahana hazırlıq prosesi çətin keçdi. Əsas da hazırlığın ilk başlanğıcı mənim üçün çətin keçdi. Ondan sonraki dövrdə də davamlı olaraq ancaq dərs oxumalı idik. Rəhim birinci ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşır və Bakı Ali Neft Məktəbində kompüter mühəndisliyi ixtisasında oxumaq istəyir. Yüksək nəticə göstərmək üçün qarşıya məqsəd qoymaq lazımdır. Abituriyentlər qarşısına məqsəd qoymalı, çox əziyyət çəkməli və ən əsası heç vaxt ümidini itirməməlidir. Ən yüksək bal toplayan Ülkər Ələkbarova 300 bal yığmasının onun üçün də sürpriz olduğunu bildirib. Mən 300 bal toplayacağımı gözləmirdim. Riyaziyyatda biraz çətinlik yaşadım, lakin suallar çətin deyildi, orta səviyyəli idi. Yəni oxuyan yaza bilərdi. Əlavə bir şey olmayacaq. Hazırlıqlara gedirdim. Blok imtahanında da maksimum bal toplayaraq ümumilikdə 700 balla universitetə girmək istəyirəm. Ülkər Abdullayeva 3-cü kursa hazırlaşdığını və hüquqşünaslıq üzrə təhsil almağı planlaşdırdığını deyib. Bakı məktəblilərindən biri də Gülay Mürvətovadır. Yüksək nəticə əldə edəcəyimi gözləyirdim, amma maksimal nəticə mənim üçün də sürpriz oldu. İmtahana hazırlıq prosesi çətin olub. Hər bir abituriyent kimi mənim üçün də bu proses stresli keçdi. Biraz çətin şərait idi. İmtahana az müddət qalanda oxuma saatlarını artırdım. Bundan sonra təhsilimi Dövlət İdarəçiliyi Akademiyasında hüquqşünaslıq ixtisası üzrə davam etdirmək istəyirəm. 300 bal toplayan Məhəmməd İsmailov da bildirib ki, heç bir fəndən xüsusi olaraq hazırlığa getməyib. Məhəmməd eyni zamanda 2025-ci ildə kimya fənnindən RFO-nun final mərhələsində iştirak hüququ qazanıb.